Biri varmış, biri yokmuş. Bala Dovşan. Dovşan balası lap balacıydı. Yazda dünyaya gelmişti. İşi, peşəsi anasının gətirdiyi köklərdən yeyib yatmaq idi. Bir iş görməmişdi. Hər şey ona çox asan gəlirdi. Qollarında pəlləng gücü hiss edirdi. Elə bilirdi ki, hündür dağları dibindən qopara bilər. Bir dəfə dovşan balası zümrüd donlu meşədə gəzirdi. Əvvəlcə qarşısına böyük tala çıxdı. Talanın o başında bərk səs-küy eşitdi. Yaxınlaşıb gördü ki, heyvanlar gömbul bir ayı balasını dövrəyə alıblar. Boz ayı qabaq ayaqlarının üstündə qalxıb yeriyir. Dovşan balası bir xeyli ayıya tamaşa elədi. Ancaq ayının oyunu xoşuna gəlmədi. Bunda nə var ki? Yazıq ayı balasının gözləri kəlləsinə çıxdı. Pərt oldu. Dovşan balası atlana meşənin lap dərinliklərinə gəldi. Burada bir dələ ailəsi qış üçün tədarük yığırdı. Ana və balaları palıd qozalarını yuvalarına daşıyırdılar. Alnında ağ ləkə olan balaca dələ hamıdan cəld tərpənirdi. Qozaları bir neçə addımdan yuvanın içinə atır. İkincisinin dalınca qaçırdı. Anası, meşənin heyvanları onu tərifləyib əhsən deyirdilər. Balaca dovşan ağzını açıb bir xeyli tamaşa elədi. Sonra hamı eşitsin deyə ucadan səsləndi. Bunda nə var ki? Dələ balası pərt oldu. Bu dəfə atdığı qoza ağacın gövdəsinə dəyib yerə düşdü. Balaca dovşan oradan da uzaqlaşdı. Ensiz cığırla meşənin lap içərilərinə getdi. Uzaqdan kəhkəh səsi eşitdi. Yaxınlaşanda balaca bir bülbülün ağacı qonub həvəslə oxuduğunu gördü. Bala dovşan elə diqqətlə qulaq asırdı ki, bülbül nəğməsini yenicə qurtarmışdı ki, dovşan dedi. Nə böyük iş imiş ki. Bala dovşan özündən razı halda evlərinə qayıtdı. Həftələr, aylar keçdi. Dovşan böyüdü. İndi daha onun günləri təkcə kök yeyib yatmaqla keçmirdi. Böyümüşdü. Bütün günü meşəni gəzir, balaları üçün kök, kələm axtarırdı. Böyük çətinliklərlə üzləşirdi. Gah ac canavardan qaçıb yaxa qurtarır, gah da bostan sahibinin gülləsindən yayınırdı. Canını qurtarmaq üçün hündür ağaclardan tullanır. Ən dar keçidlərdən sevişirdi. Meşədəki heyvanlar onun bu cəhdliyini görüb tərifləyirdilər. Bir dəfə ana dovşan tülküdən yaxasını qurtarmaq üçün sıçanın zorla keçə biləcəyi dar keçiddən çıxanda
təzəcə dünyaya gəlmiş balaca bir dovşan balası ilə rastlaşdı. Bala dovşan dodaqlarını büzüb çiynini çəkdi. Bunda nə var ki? Ana dovşan pərt oldu. Balaca dovşana heç nə demədi. Vaxtilə gömbul ayı balasını, dələni və bülbülü pərt elədiyi gün yadına düşdü. Radionun Qızıl Fondundan səsləndirdiyimiz nağıl 1973-cü ildə lentə alınıb.